Salamlar hər kəsə. Bu gün sizlərlə birlikdə həm magistr, həm də abituriyent qəbulunda istifadə olunan quantifiers, yəni kəmiyyət bildirən sözlərin izahına baxırıq. Deməli, biz kəmiyyət bildirən sözlərdən danışarkən onları 3 qrupa ayırırıq. Sayıla bilənlərlə işlənənlər, sayıla bilməyənlərlə və həm sayıla bilən, həm sayıla bilməyənlərlə. Yəni, hər ikisi ilə işlənənlərlə. Gəlin ilk növbədə danışaq sayılmayan isimlərlə işlənənlərə. Sayılmayan isimlərlə işlənənlər hansılardır? Deməli, bunlar much, a little və little'dır. Much çox, çoxlu, a little biraz, little isə çox az mənasında işlənir. Deməli, dedik ki, bunlar sayıla bilməyənlərdir və qarşısında görürük. Time sözü sayılmır, yenə sayılmır, sayılmır. Hər birindən işlədə bilirik. Amma book sayıla bilən isimdir deyə bunların heç biri ilə işlədə bilmirik. Daha sonra danışaq sayıla bilən cəm isimlərlə işlənənlər. Cəm ismi dəqiq yadda saxlayaq ki, sayıla bilən cəm isimlərlə. Bunlar hansılardır? Many, a few, few və several. Deməli, many çox, çoxlu, a few biraz, few çox az mənasında işlənir. Several isə bir neçə deməkdir. Dedik ki, bunlar sayıla bilən cəmlə işlənirlər və həmin sayıla bilən cəm ismi burada görürük. Books. Görürsünüz, hər birində sayıla biləndir, həm də sonunda s var, cəmdə işlənib. Deməli, many-dən, a few-dan, few-dan, several-dan sonra sayıla bilən cəm isim gəlməlidir. Daha sonra hər ikisi ilə işlənənlərə baxaq, yəni həm sayıla bilən, həm sayıla bilməyənlərlə. Bunlar hansılardır? A lot of, lots of, plenty of, enough və more. A lot of çox çoxlu, lots of yenə çox çoxlu, plenty of da həmçinin çox çoxlu mənasını verir. Enough kifayət qədər, more isə daha mənasında işlənir. Gəlin nümunələrə baxaq. A lot of-dan sonra demişdik, sayıla bilən cəm isim, sayılmayan tək isimlərdir. Baxaq, a lot of-dan sonra sayıla bilən flower sayılır, ona görə cəmlənib. Coffee sayılmır, olduğu kimi də qalıb. Və digərləri də həmçinin sayıla bilən cəm isimlə, sayılmayan tək isimlə işlənirlər. A lot of books, deməli, lots of time. Plenty of books və plenty of time. Burada books, book sayıla biləndir, cəmlənib s olub. Time isə sayıla bilmir, ona görə də təkdədir. Daha sonra danışaq a lot of-un işlənmə fərqlərindən. Deməli, a lot of-dan sonra mütləq şəkildə isim gəlməlidir. Amma a lot-dan sonra isə isim gələ bilməz. Deməli, yadda saxlayırıq. A lot of-dan sonra, yəni of olandan sonra mütləq şəkildə isim gəlməlidir, amma a lot-dan sonra isim gələ bilməz. Gəlin nümunəyə baxaq. A lot of, görürsünüz, və özündən sonra books gəlib. Amma a lot-un işlənmə məqamına baxaq. Haradadır? She reads a lot. Feildən sonra. Yəni, burada zərf funksiyasını çıxış edir. Deməli, əgər feillə işlənirsə a lot, amma isimlə işlənirsə a lot of verməliyik. Sonra a lot of-dan sonra həm sayılan, həm də sayılmayan isim gələ bilər. Amma sayıla bilən isimdirsə mütləq və mütləq şəkildə cəmlənməlidir. Çünki a lot of-dan sonra sayılan tək isim gələ bilməz. Daha sonra a little və little-ın məna fərqinə baxaq. A little və little-ın məna fərqi nədir? Deməli, a little, yəni article-la olan, az da olsa var mənasını bildirir. Amma article-sız olan, little olan, bu yoxa bərabər mənasında işlənir. Gəlin bir nümunəyə baxaq, daha anlaşılır tərzdə danışaq onun barəsində. Deməli, I have a little time, görürük, I have a little time, article-la olandır. Deyir, sonra I can help you. Deməli, bu o deməkdir ki, mənim biraz vaxtım var, sənə kömək edə bilərəm. A little oldu deyə biraz mənasında işlənir. Amma gəlin ikinciyə baxaq, I have little time. Little nə deməkdir? Yoxa bərabər deməkdir. Yəni, deyir ki, I have little time, mənim vaxtım yoxdur. I can't help you, sənə kömək edə bilmərəm. Və həmçinin a few və few-nun da işlənmə qaydası eyni ilədir. Yəni, biraz, bir də ki, çox az, yoxa bərabər mənasında işlənir. Deməli, article-la olan az da olsa var mənasını bildirir, amma article-sız olan yoxa bərabərdir. Sonra burada çox qarışıq bir məqam qeyd edilib ki, bəzi tələbələr orada e artiklını görür. Məsələn, a few-nun yanında e artiklını görür, deyir ki, yox, mən artıq burada nə verməliyəm? Cəm verə bilmərəm. Amma onun ona heç bir aidiyyəti yoxdur. Sadəcə bu
cəmiyyət bildirən sözün özü a few-dur. Bundan sonra mütləq şəkildə s gəlməlidir, yəni cəmlənməlidir. Buradakı a artiklına görə siz deməyin ki, friend sözü təkdə olmalıdır. Elə bir şey, elə bir qayda yoxdur. O sizi çaşdırmasın. Sonra demişdik ki, little və few, yəni artiklsız olanlar yoxa bərabərdir, yəni inkar mənası verir. Və biz onları növbəti bir inkarın daxilində işlədə bilmərik. Çünki ingilis dilində bir cümlə daxilində iki inkara yer yoxdur. Sonra danışaq little. Little kiçik, balaca mənasında sifət kimi işlənərsə, özündən sonra sayıla bilən isim gələ bilər. Amma normalda little cəmiyyət bildirən söz olduqda özündən sonra sayıla bilən isim gələ bilməz. Amma sifət funksiyasına çıxış edirsə gələ bilər. Məsələn, a little boy, balaca oğlan. Little boys, balaca oğlanlar. Həmçində cəmdə işlənə bilər. Daha sonra, only-dən sonra nə işlənir? Bunu konkret olaraq yadda saxlamalıyıq. Only-dən sonra a few, little və some gəlməlidir. Yəni, article-la olanlar və some işlənməlidir. Digərləri işlənə bilməz. Sonra, əgər iki isim yanaşı gəlibsə, məsələn, Peach və Tris isimləri yanaşı gəlib. Biz burada nə edirik? Mütləq şəkildə iki isim yanaşı gəlirsə, biz ikinci isimlə uyğunlaşdırırıq. Tris sözü sayıla biləndir, cəmdədir, ona görə də many vermişik. Və ikinciyə baxaq. Basketball match cəmdədir, sayıla biləndir, ona görə a few vermişik. Və sifət plus isim gələrsə, sifət, interesting, books-dakı isim. Bu ikisi yanaşı gəlibsə, biz nə etməliyik? Yenə də bizim sifətlə işimiz yoxdur. Çünki biz burada ismin cəmiyyətini bildirə bilərik. Ona görə də ismə baxırıq. Books-a baxırıq, sayıla bilən. Cəmdir deyə many işlədirik. Daha sonra danışaq very, to və sonun işlənmə qaydasından. Bu üçündən sonra mütləq şəkildə artiklsız olanlar işlənməlidir. Yəni, many, much, few və little. Deməli, təkrar bir də üzərindən keçək. Ondan sonra nə gəlməli idi? Article-la olanlar, bir də some. Yəni, a few, a little və some işlənməlidir. Amma very-dən, to-dan və so-dan sonra artiklsız olanlar, yəni many, much, few və little işlənməlidir. Digərləri işlənə bilməz. Daha sonra danışaq. So-dan sonra sifət və ya zərf gəlməlidir. So-dan sonra isim işlənmir, amma bir məqam var. Bu hansı məqamdır? Əgər so-dan sonra many, much, few və little gəlibsə, bəli, isim verə bilərik. Amma normal halda isim işlədə bilmərik orada. Sonra such. Such elə belə mənası verir. Özündən sonra yalnız və yalnız a lot of işlənir. Digər heç bir cəmiyyət bildirən sözü such-la işlədə bilmərik. Gəlin nümunəyə də baxaq. Such-dan sonra a lot of gəlir. Digərləri heç biri nə much, nə many, nə few, nə a few gələ bilməz. Sonra little kiçik, balaca mənasında sifət kimi işlənərsə, qarşısına such gələ bilər. Və bu bizi çaşdırmasın. Such-ı görürük, bəzi səbəblər deyə bilər ki, niyə little işlənib? Demişdik axı, such-dan sonra isim gəlməlidir. Amma baxın, burada bizim ismimiz var. Biz buradakı ismə fokuslanırıq. Bu little ismin təyin edicisidir. Onunla bizim bir işimiz yoxdur. İsmi görürüksə, artıq biz burada such götürməliyik. Daha sonra much sifət və ya zərf kimi işlənə bilir. Amma many yalnız sifət kimi işlənə bilir. Məsələn, much time, çoxlu vaxt. To read much feillə işlənib deyə zərf olub, çox oxumaq olub. Amma many yalnız və yalnız sifət funksiyasına çıxış edir. Çoxlu kitab, çoxlu iş, çoxlu dəftər bu tipdə işlənir. Sonra a lot of demişdik. A lot of-dan sonra mütləq şəkildə isim gəlməlidir və burada nə edir? Sifət funksiyasına çıxış edir. Amma a lot feillə işlənir deyə zərf funksiyasına çıxış edir. Məsələn, çoxlu kitab, a lot of books. She reads a lot, yəni burada of yoxdur, görürsünüz. Bu nə mənası verir? Çox oxumaq mənası verir. Yəni, zərf funksiyasında çıxış edir. Sonra plenty of demişdik ki, a lot of-la, lots of-la eyni mənanı verir. Çox-çoxlu deməkdir. Bir də yadda saxlayaq. Lot of və a lots of deyilən bir ifadələr yoxdur. Bunları yadda saxlayaq. Doğru variant nədir? A lot of, bir də lots of. Lot of və a lots of deyilən ifadələr yoxdur. Bunları işlədə bilmərik. Sonra little həm sifət kimi, həm də zərf kimi işlənə bildiyi halda few yalnız sifət kimi işlənir. Deməli, a few books, bir neçə kitab, okay. A little time, az vaxt. She reads a little,
O az oxuyur. Deməli, little həm zərf, həm isim kimi, həm sifət kimi işləndi, amma a few yalnız və yalnız sifət kimi işlənir. Deməli, bu muchla many kimidir. Deməli, many və a few, deməli, hər ikisi ancaq sifət kimi işləndi, amma a little və much həm sifət, həm də zərf kimi işlənə bilir. Daha sonra danışaq more-dan. More bir qədər uzlaşma tiplidir. Baxın, more ortada işlənib. Özündən əvvəl 1 var və mənim sonradakı ismim də təkdə olmalıdır. Gəlin ikinciyə baxaq. More-dan əvvəl nə var? 2 var. Deməli, bu cəmdir. Özündən sonra gələn isim də cəmdə olmalıdır. Digərləri də həmçinin. Some, bəzi, bir neçə deməkdir. Cəmdədir, özündən sonraki isim də cəmdə olub. Amma özündən əvvəl, more-dan əvvəl, baxın, a little var, sayıla bilməyən var. Və özündən sonra da sayıla bilməyən gəlib, deməli, doğrudur. Sonra danışaq a number of və the number of qaydasından. A number of-dan sonra nə gəlməlidir? Cəm isim, cəm xəbər. The number of-dan sonra gəlməlidir, cəm isim, tək xəbər. Bunu belə yadda saxlayın da, burada the-nin t-sını görürsünüz. T. Yəni, təkə tək veririk. Nümunəyə baxaq. A number of questions. Görürsünüz, a number of-dan sonra cəm isim questions, were xəbərimiz də cəmdə işlənib. The number of-dan sonra peoples yenə də cəmdədir, amma xəbərimiz is-dir, yəni təkdə işlənib. Daha sonra danışaq oflu birləşmələrdən. Bunlar bir qədər qarışıqdır, bəzi tələbələr bunları ayırd edə bilmir. Oradakı əsas məqam nədir? Əsas səhv nədən ibarətdir? Məsələn, danışa bilərik information. Görürsünüz, bu information tələbələr görür və deyir ki, bu FU ilə bu işlənə bilməz. Niyə? Çünki FU sayıla bilən cəmlə işlənməlidir. Xeyr, belə bir qayda yoxdur. Biz oflu birləşmələrdə ofdan əvvəlki göstəriciyə baxırıq. Ofdan əvvəlki ilə uzlaşdırırıq. Baxın, burada piece var. Piece-i görürük. Cəmdədir deyə sayıla bilir, FU veririk. Amma digərlərində, yəni information-a baxmırıq. Ofdan əvvəlkinə baxırıq. Onunla uyğunlaşdırırıq. Gəlin növbəti birinə də baxaq. Ofdan əvvəl nə gəlib? Piece gəlib. Görürsünüz, bu cəmdir. Amma a little təklərdən işlənir axı, sayıla bilmir. Ona görə bu variant yanlışdır. Qısa üzərinə bir də keçək. Oflu birləşmə görsəz, ofdan əvvəlki göstəriciyə görə uzlaşdırırsınız. Daha sonra danışaq, yenə iki ismin yanaşı gəlməyindən artıq burada of sözünü yoxdur. Onda nə edirdik? Birbaşa olaraq ikinci ismə baxarıq. Bir daha təkrar edirəm. Ofdan əvvəlki isimlə uzlaşdırırıq. Amma of yoxdursa, ikinci isimlə uzlaşdırırıq. Closest cəmdədir, sayıla biləndir, main işlənib. News təkdədir, much işlənib. Bu qədər. Yəqin ki, bu aydın oldu. Çox da çətin bir qayda deyil. Sonra test edərkən diqqət etməli olduğumuz məqamlardan biraz danışaq. Each others, one another's. Deməli, each other, one another. Bunlar özündən sonra isim gələndə yəli-yala keçir və özündən sonra isim tələb edir. İki nəfər arasında each other, iki nəfərdən çox olduqda one another işlədirik. Daha sonra over there, over here. Deməli, bunlar that tək isimlə, this tək isimlə, those cəmlə, these cəmlə işlənir. Yəni, uzun olanlar cəmlə işlənir, qısa olanlar təklərlə işlənir. Və bunlarda da bir qədər fərqlər var idi ki, hansıları idi? That, that və those. Bunlar uzaq mənalı bildirənlərlə işlənirdi. This və this. Bunlar da yaxını bildirənlərlə işlənirdi. Sonra danışaq suchdan. Suchdan sonra demişdik nə gəlməlidir? Suchdan sonra isim işlənir. Sifət işlətmirdik. An artiklı sayıla bilən tək isim. Amma sayılmayan isim qarşısında an artiklı verə bilmərik. Bu aydın məsələdir. Və cəm ismin qarşısında da an artiklı verə bilmərik. Bunlar aydın məsələlərdir. Və sonra suchdan sonra dedik ki, sifət gələ bilməz. Amma nə zaman gələ bilər? Əgər sifət plus isim şəklində gələ bilərsə, gələ bilər. Məsələn, bayaq bir nümunə çəkmişdik ona uyğun. Demişdik ki, such a little boy. Such a little boy, oradakı little-a o qədər fokuslanmayın. Bizim əsas işimiz boy sözü ilədir, yəni isimlə. Suchdan sonra deməli nə olmalıdır? Birbaşa isim də gələ bilər, sifət plus isim də gələ bilər. Daha sonra danışaq so-dan. So-dan sonra mütləq şəkildə sifət və zərf gəlməlidir. İsim işlənmirdi, amma nə zaman işlənə bilərdi? Özündən sonra many, much, few, little gələrsə, isim də işlənə bilər. Daha sonra
danışaq. Who, what, whose, which. Deməli, who canlılarla işlənir, what cansızlarla. Whose-dan sonra isim gəlməlidir, bu yenə canlılarlandır. Which də of-la işlənən yeganə which-dir. Digər heç biri işlənə bilməz. Daha sonra cansız isimə görə nə verirdik? Which verirdik və yaxud da ki, that verirdik. Canlı isimlə who-dan sonra da gəlməlidir xəbər. Deməli, burada qısa şəkildə danışaq, bunları biraz yığcamlaşdıraq. Deməli, canlılarla işlənənlər hansılardır? Whom, who və whose işlənməlidir. Deməli, who-dan sonra xəbər gəlməlidir. Whom-dan sonra əvəzlik, whose-dan sonra isim gəlməlidir. Bunları yadda saxlayaq. Daha sonra biraz inkarlardan danışaq. Deməli, no-dan sonra deməli nə olmalıdır? Demişdik ki, no-dan sonra mütləq şəkildə no-dan sonra artiklesız isim gəlməlidir. Yəni, article ola bilməz. Nə eyni gələ bilər, nə də başqa bir şey. Birbaşa olaraq artiklesız isim gəlməlidir. Amma notdan sonra nədir? Notdan sonra article gələ bilər, eyni də gələ bilər, hər cür işlənə bilər. Artıq burada da sayılan, sayılmayan fərqi yoxdur. Eynidən sonra istənilən ismi biz orada verə bilirik. Daha sonra none of və neither of-dan danışaq. None of-dan sonra cəm isim gəlməlidir. Xəbər yenə də tək olmalıdır. Neither of da həmçinin. Özündən sonra cəm isim, amma tək xəbər. Sadəcə bunlar arasında nə fərq var? Neither of işlənir iki şəxs və ya kişi arasında, amma none of isə ikidən daha çox şəxs və əşya arasında işlənirdi. Sonra danışa bilərik samın işlənmə yerlərindən. Sam ən çox təsdiq cümlələrdə işlənir. Deməli, onun da uzlaşma qaydası nə idi? Samdan sonra tək gəlirsə tək xəbər, cəm gəlirsə cəm xəbər verirdik. Okey, daha sonra davam edək. Eynidən danışaq ki, ən çox sual və inkar cümlələrdə işlənir. Any sayıla bilən cəmlə, sayılmayan təklə, hər ikisi ilə işlənə bilər. Any əslində təsdiq cümlələrdə də işlənə bilir. İstənilən və hər hansı mənası verərsə. Okey. Daha sonradan danışa bilərik. Əgər cümlədə hardly, if və without görürsünüzsə, orada mütləq şəkildə siz any və onun törəmələrini işlətməlisiniz. Deməli, bu üçünü əzbər yadda saxlayaq. Hardly, if, without. Bu üçünü görürüksə, mütləq şəkildə onlardan sonra any və onun törəməsi gəlməlidir. Daha sonra all, of, each bunların qısa şəkildə danışaq. Deməli, bu uzlaşmaya baxır. All-dan sonra tək isim görürüksə, tək xəbər, cəm isim görürsə, cəm xəbər veririk. Baxaq. Books cəmdədir deyə are cəm vermişik. Information təkdədir deyə xəbəri tək vermişik. Amma içdən sonra mütləq şəkildə nə gəlməlidir? Sayıla bilən tək isim gəlməlidir və əgər biz içə of sözünü artırırıqsa, özündən sonra cəm isim, tək xəbər gəlməlidir. Yəni, nə olur olsun, için xəbəri həmişə təkdə olmalıdır. Daha sonra both, many, few, a few, several, a number of və the number of-dan sonra mütləq şəkildə gəlməlidir nə? Sayılan cəm isim. Amma much, little, a little-dan sonra sayılmayan tək isim gəlməlidir. Bu da bir qədər təkrardır. Keçiklərin üzərindən bir də keçək, daha yaxşı yadımızda qalsın. Sonra a lot of, lots of, plain of, more, enough, some, any, other, all. Bunlardan sonra nə gəlməlidir? Bunlardan sonra mütləq şəkildə gəlməlidir. Sayılan, cəm, sayılmayan tək isim. Hər ikisi gələ bilər. A number of-dan sonra gəlməli idi cəm isim, cəm xəbər. The number of-dan sonra gəlməli idi cəm isim, tək xəbər. Sonra bunlar uzlaşmadır. Baxın, some of, any of, all of, a lot of, more of, most of. Bunları əzbərləməliyik ki, bunlardan sonra cəmə cəm veririk, təkə tək veririk. Amma yerdə qalanlar, yəni one of, each of, which of, either of, neither of və none of-dan sonra isim cəm olmalıdır, xəbər tək olmalıdır. Bunları əzbərləməliyik. A number of, several of, both of bunlardan danışdıq. Demişdik ki, cəm isim, cəm xəbərlə işlənməlidirlər. Daha sonra biri də təkrar edirik ki, only-dən sonra artikellı olanlar və some işlənirdi. Very-dən very, to və so-dan sonra artiklsız olanlar, yəni much, many, little və few işlənməli idi.
Daha sonra little və few. Bunlar demişdik ki, onların arasında məna fərqi var. Hansılardır? Artikel'dan olan, yəni a little və a few. Bunlar az da olsa var mənasındadır. Amma artikelsiz işləndiyi halda, baxın bu cür olduqda, bunlar yoxa bərabərdir. Yəni inkar mənasını verir. Məsələn, deyirəm ki, I have a little time. Mənim biraz vaxtım var. A little dedim, artikelin olanı verdim. Amma deyirəm ki, I have little time, artikelsiz olan. Vaxtım yoxdur mənasındadır. Deməli, artikelsiz olanlar yoxa bərabər mənası verir. Yəni, bir qədər inkar mənada işlənir. Daha sonra baxırıq enough'ın işlənmə qaydasına. Bunlar testlərdə çox istifadə olunur. Enough isimdən əvvəl gəlməlidir. Sifət və ya zərfdən sonra gəlməlidir. Bunu konkret şəkildə yadımızda saxlayaq. Əziz tələbələr, bugünlük mövzumuz bu qədər. İnşallah növbəti mövzularda görüşmək ümidi ilə.